Mart çıxdı, dərd çıxdı, mart gəldi, dərd gəldi deyiblər. 8 mart ərəfəsində bu deyim lap yerinə düşür. 8 mart gözəllik, zəriflik, ülvülük rəmzi olan qadınların bayramıdır. Bugün kişilər qadınları təbrik etməyə çalışırlar. Axı neyləsinlər? Təbrik etməsələr qadınlar bütün ili deyinəcəklər. Qadınlar çox vaxt söyləyirlər ki, əsas diqqət, qayğı və xoş sözdür. Amma əslində hər biri ən azı bir gül, bir çiçək gözləyir kişilərdən. Əbəs yerə deməyiblər ki, qadınların istəkləri tükənməzdir. Gülə də gül yaraşar, çünki gül özü də zəriflik, incəlik rəmzidir. Bəs görəsən güllərin qiyməti necə? Kişilərin üzünü güldürəcək, yoxsa əhval-ruhiyyəsini korlayacaq? Nurçəyim Gül Salonuna bütün şəhərimizin əhalisi üçün xidmət göstərir. Bizdə güllərimiz var, qızıl güllərimiz var, rəngbərəng, hamısı təbii. 5 manatdan, 4 manatdan qiymətlərimiz var. Gözəl çiçəklərimiz var, rəngarəng, hamısı 2 manatdan başlayaraq. Kalalarımız var, rambaqlarımız var, qərənfillər var, nərgiz gülü var. Hətta yəni, biz gülləri belə buket bağlayaraq da veririk, heç bir əlavə qiymət olmadan. Bundan başqa bizim yəni, hədiyyə olaraq kuklalarımız da var. Belə müxtəlif cür buketlərimizdən bağlaya bilərik. Başqa hər bir yəni, qulluqda hazırlıq şəhərimiz üçün qiymətlərdəki bayramla əlaqədar olaraq heç bir artım yoxdur. Köhnə qiymətləndi. Güman edirik ki, biz müştərilərimizi yəni, layiqincə razı sala bilirik. Və sonda fürsətdən istifadə edərək qadınlarımızı gələcək sabahki bayram münasibəti ilə təbrik edirik və millətimizi də 21 mart Novruz bayramı münasibəti ilə təbrik edirik. Çox sağ olun. Əziz kişilər, əlləriniz cibinizdə və ürəkli olun. Ən azından bir çiçəklə qadınların könlünü alın. Nəinki bir gün, ilin 365 günü qadınlardan diqqətinizi və qayğınızı əsirgəməyin. Eləcə də qadınlar, sizlərə dəyər verən, hörmət edən kişilərə hər zaman dəstək olun, güzəştə getməyə bacarın. Bayramınız mübarək, əziz qadınlar. Sevda Rəşidova, Hörmət Məhərrəmov, MTV.